Bilirsiniz, təxirə salınmış böyük oyunlar premyerası gecikmiş bir blockbuster filminə bənzəyir. Yəni gözlənti artdıqca intizar da böyüyür da. Hər vaxtınız xeyir. Bugün biz Peşəkar Futbol Liqasının rəsmi saytından əldə etdiyimiz məlumatlar əsasında o nəhəng Neftçi və Qarabağ maçının pərdə arxasına dərin bir baxış edirik. Aha. Və düzü maraqlısı odur ki, mərkəzdə yalnız futbolçular yox, həm də bu yüksək təzyiqli səhnənin ədalətini təmin edəcək, necə deyərlər, idarə heyəti dayanır. Tamamilə razıyam. Yəni, düşünəndə ki, bu cür təxirə salınmış oyunlar adətən turnir cədvəlindəki bütün o psixoloji balansı tamamilə dəyişir, o heyətin üzərinə düşən yük daha da aydın olur sizə. Meydandakı stresi, baxın, sadəcə quru qaydalarla nizamlamaq mümkün deyil axı. Düzdür. Baş hakim və onun briqadası əslində hər saniyə o 10 minlərlə insanın emosiyasını və oyunun dinamikasını bir növ cilovlamalıdır. Amma yəni gəlin açıq danışaq da, burada 6 nəfərlik idarə etmə şəbəkəsindən bəhs edirik. Bu qədər fərqli adamın bir oyunu idarə etməsi mənə bəzən o məşhur məsəli xatırladır. Mətbəxdə çox aşpaz olanda yemək yanar. Hə, maraqlı bənzətmədir. Yəni bu iyerarxiya əslində qərarların verilməsini ləngitmir ki, ümumiyyətlə əsas fiti kim çalacaq və ona kimlər kömək edəcək bu maçda? Deməli, belə deyək, mənbəyə əsasən meydanda baş hakim kimi Kamran bəy Rəhimov olacaq. Aha. Ona yan xətlərdə Rehman İmami və Müslüm Əliyev kömək edəcək. Kənarda o ehtirasları, skamyadakı gərginliyi sakitləşdirəcək 4-cü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək. Və bayaqki fikrinizə qayıtsaq... O ləngimə məsələsinə, hə? Ay sağ ol. İlk baxışdan bu boyda heyət xaos kimi görünə bilər, amma əslində bu, qüsursuz işləməsi tələb olunan bir saat mexanizmidir. Yəni qərar ləngimir, sadəcə iki tamamilə fərqli reallıq arasında süzgəcdən keçir. Kamran bəy Rəhimov meydanda, yəni oyunun nəbzinə, o fiziki təmasın sərtliyinə birbaşa reaksiya verir. O, fırtınanın tam mərkəzindədir yəni. Elədir. O anın içindədir və qərarı hiss edərək verir. Lakin arxa planda işlər başqa cürdür. Çünki dövrümüzdə yalnız insan gözünə güvənmirik də, düz demirəm, ekran arxasında, o rəqəmsal otaqda vəziyyətə kim nəzarət edəcək bəs? Bəli, o soyuq və rəqəmsal var otağında, yəni video köməkçi hakim otağında Elçin Məsiyəv əyləşəcək. AVR-da isə Elşad Abdullayev ona dəstək olacaq. Onlar tamam başqa bir ölçüdə kadrların, saniyələrin və millimetrlərin ölçüsündə işləyirlər. Yəni, mən bunu bir növ təyyarə pilotu ilə, belə deyək, hava hərəkətinə nəzarət gülləsi arasındakı əlaqəyə bənzədirəm. Kamran bəy Rəhimov o təzyiqi və turbulansı birbaşa hiss edən, sükanı idarə edən pilotdur. Tam yerində deyilmiş sözdür. Var otağındakı Elçin Məsiyev isə heç bir emosiyaya qapılmadan yalnız radarlara və o soyuq ekranlara baxan dispetçerdir. Düzdür, dispetçer tribunadakı səs-küyü və ya futbolçunun o aqressiyasını hiss etmir axı. O, pilotun gözündən qaçma ehtimalı olan ən kiçik kənara çıxmanı, məsələn, cərimə meydançasındakı o millimetrli ofsaydı axtarır və müasir futbolun o mükəmməllik yükü də məhz buradadır. Hə, qərarın dərhal yoxlanılması. Bəli, meydandakı hakim bilir ki, saniyənin 1/1000 qədər qısa müddətdə verdiyi qərar o an, o otaqda rəqəmsal olaraq yoxlanılacaq. Bu, həm arxayınçılıq yaradan bir təhlükəsizlik torudur, həm də sözün düzü çox ağır psixoloji təzyiqdir. Dəhşətli dərəcədə həm də və bütün bu psixoloji müharibənin, bu pilot-dispetcher dinamikasını ən maraqlı tərəfi odur ki, siz özünüz də birbaşa bu mexanizmin necə işlədiyinin şahidi ola bilərsiniz. Aha. Bəs siz bütün bu hadisələri canlı izləmək üçün harada və nə vaxt olmalısınız? Deməli, maç aprelin 30-da, axşam tam saat 20:00-da Palm Sports Arenada start götürəcək. Və bu pərdə arxası dinamikanı bilərək, maçı izləmək ümumi mənzərəni tamamilə dəyişir. Siz artıq sadəcə iki komandanın o taktiki mübarizəsini yox, həm də idarəetmə heyətinin stresini görəcəksiniz. Elədir. 6 nəfərlik hakim şəbəkəsinin o böyük stresi necə idarə etdiyini görəcəksiniz. Yəni, hansı qərarın arxasında insan instinktinin, hansında isə o rəqəmsal soyuqluğun dayandığını aydın ayırd edə biləcəksiniz. Bu maçda məlumatlı olmaq izləyici kimi sizin təcrübənizi mütləq zənginləşdirəcək. Qısacası, bütün bu müzakirəmizi cəmləsək,
30 aprel axşamı saat 20:00-da Palm Sports Arenada bizi yalnız futbolçuların deyil, Kamranbəy Rəhimovun başçılıq etdiyi idarə etmə heyətinin də dözümlülük testi gözləyir. Amma sağollaşmazdan əvvəl sizi bu nöqtədə maraqlı bir sualla baş-başa buraxmaq istəyirəm. Buyurun. Kameralar hər bucağı çəkdikcə və hər qərar steril rəqəmsal otaqlarda ölçülüb biçildikcə, görəsən bu bitməyən qüsursuzluq axtarışı futbolun içindəki o xaotik, insali sehri yavaş-yavaş öldürmür ki? Növbəti dəfə hakim o fiti çalanda sadəcə oyuna yox, o fitin arxasındakı ağır məsuliyyətə və mükəmməllik yükünə diqqət yetirin. Dinlədiyiniz üçün təşəkkürlər.